1 yanvar 2024-cü il tarixindən tətbiqinə başlanılan dərman vasitələrinin təqib və izləmə sistemi ilk olaraq psixotrop və güclü təsir edici dərman vasitələrini izləməyə başlayıb. Növbəti addımlarda artıq ölkədə istehsal və idxal olunan bütün dərman vasitələrinin izlənilməsi nəzərdə tutulduğundan müntəzəm olaraq təlimlər, maarifləndirmələr, yarana biləcək çətinliklərin aradan qaldırılması barədə qabaqlayıcı tədbirlər görülməkdədir. Bunun üçün vacib olan əsas məsələlərdən biri də yalnız psixotrop və güclü təsir edici dərman vasitələri deyil, digər dərman vasitələrinin dövrəsi ilə məşğul olan aptekləri də sistem ilə məlumatlandırmaqdır. Satıcı bu sistemlə necə işləməlidir? Aptekin satış bildirişi alt modulundan yeni satış bildirişi seçilir. Dərman vasitəsi reseptsiz buraxıla bilən dərman vasitəsi olduğu təqdirdə resept nömrəsi xanası boş buraxılır. Əks təqdirdə resept nömrəsi xanasına vətəndaşın təqdim etdiyi elektron reseptin nömrəsi qeyd olunur. Növbəti xanada isə vətəndaşın şəxsiyyət vəsiqəsinin fini yazılır. Təqdim olunan dərman vasitələrinin üzərində yerləşən Data Matrix kod 2D skaner vasitəsilə sistemə oxudulur. Hissəli satış lazım gəldikdə, dərmanın qeyd olunduğu xanada hissəli satış seçilir və qarşısında satış ediləcək miqdar yazılır. Daha sonra bildirişi saxla düyməsi ilə satış təsdiq olunur. Vətəndaş ona təqdim olunan dərmanlardan hər hansısa birini geri qaytardığı təqdirdə aptekin satış bildirişi pəncərəsindən satışı olunan dərman vasitəsi seçilərək qutuda məhsul bəyannaməsinin ləğvi düyməsi sıxılır. Digər halda vətəndaş ona təqdim olunan bütün dərman vasitələrini geri qaytardığı təqdirdə isə satış bildirişi bölməsindən bildiriş nömrəsi seçilərək satış bildirişinin ləğvi düyməsi basılır.